Salam, xoş gördük hər birinizi. Bugün sizlə növbəti videomuz ən kiçik ortaq bölünən haqqındadır. Ən kiçik ortaq bölünən dedikdə bu qısa olaraq əkop kimi yazılır. Vaxt itirmədən onun necə hesablanır və necə tapılır onunla bağlı misallarımızı həll etməyə başlayaq. Məsələn 24 və 15 olsun. Verilmiş ədədlər sadə qruplara ayrılır. 2, 12, 2'ye 6, 2'ye 3, 3'e 1. 15 sadə qruplara ayrılır. 3, 5, 5'e 1. Hər bir müəllimin müəyyən bir izahı vardır. Məsələn, bəzi müəllimlər izah edir ki, eyni olanları götürürsünüz və ortaq olmayanları həmin ədədə vurursunuz. Bir qaydası, yəni bu belədir. Mən isə izah elədikdə belə izah edirəm. Verilmiş ədədlərdən hər hansı biri götürülür. Məsləhətdir ki, böyüyü götürəsiniz. 24'ü götürdük. Bu bizim götürdüyümüz ədəddir. Bunda olan baxırıq digər ədədimizə. Digər ədədimizdə olan vuruqlara baxırıq. Belə yanaşırıq. Onda nə var ki, məndə yoxdur. Məsələn, onda 3 var, məndə də 3 var götürdüyüm ədəddə. 5 isə yoxdur. Deməli, biz 24'ü 5'ə vuracağıq. Bu da eləyəcək 120. Deməli, 24 ilə 15'in hər ikisinin bölündüyü ən kiçik ədəd 120'yə bərabərdir. Başqa bir nümunə yazaq. Əkop 20, bir də olsun 18. Hər ikisini sadə qruplara ayırırıq. 2'ye 10, 2'ye 5, 5'e 1, 18 sadə qrupa 2, 9, 3, 3'e 3'e 1. Hər hansı ikisindən birini yenidən götürürük. 20, 20'ni götürdük. Baxırıq, deməli 20'ni götürmüşük. Baxırıq digər ədədin olan sadə qruplarına. 2 bizdə varmı? Bəli. 2-dən 2 dənədir. 2 lazım deyil. 3 yoxdur. 3 yoxdur. Deməli biz bunda olan 2 dənə 3 var ki, onu gətirib götürdüyümüz ədədə vuracağıq. Bu da 180'ə bərabərdir. 20 ilə deməli 18'in hər ikisinin bölündüyü ən kiçik ədəd 180'ə bərabərdir. Bəs bunların əkobun qarşılıqlı sadə ədədlər olduqda necə olur? Məsələn 14 və 15. Qaydada siz artıq bunlarla bağlı yəqin ki, məlumatlar almışsınız. Qarşılıqlı sadə ədədlər bildiyimiz kimi ortaq bölənə sadəcə 1 olan ədədlərdir. Həmin ədədlərin əbobu 1'ə bərabərdirsə, əgər əkobu da onların hasilinə bərabərdir. Yəni 14 vurulsun 15, bu da 210 eləməlidir deyəsən. İndi onu hesablayarıq. Tutaq ki, biz bu qaydanı bilmirik. Heç bunun uşaq diqqətsiz yanaşdı, ardıcıl ədəd olduğunu unutdu və ya qarşılıqlı sadə ədəd olduğunu unutdu. Qaydası ilə getsəydi, 14'ü sadə qruplara ayıracaqdı. 15'i sadə qruplara ayıracaqdı. 1. Daha sonra isə ikisindən birini, məsələn 15'i götürsəydik, digərində hansı qrup var ki, bizdə yoxdur? 15'də deməli bizdə 3 ilə 5 var. Götürdüyümüz 15 ədədində. Amma bunda məsələn 2 var ki, bizdə yoxdur, 7 var ki, bizdə yoxdur. Və götürdüyümüz ədədlərə vururuq. 15 2'ye 30, 30 da 7, 210. Deməli, qayda bilmək həmişə bizə zaman qazandırır. Yəni, əkobu tapmaq istədikdə qarşılıqlı sadə ədədlərdə onların hasilinə bərabərdir. Və ya tutaq ki, əkob 21 ilə 23. Bunu artıq şagird özü görməlidir ki, bunlar ardıcıl tək ədədlərdir. Ardıcıl tək ədədlərin də əkobu onların hasilinə bərabərdir. Yəni, qarşılıqlı sadə ədədlərin əkobu həmişə onların hasilinə bərabərdir. 21'i 23'ə vurmaq lazımdır. Burada 441, üstəgələ 42. 483 eləməlidir təxmini. Qarşılıqlı sadə ədədlər üçün əkobdan danışdıq. İndi isə biri digərindən böləni olduqda əkobda necə olur? Məsələn 4 ilə 8. Qaydada belədir ki, biri digərinin böləni olduqda əbobda bölənə, yəni 4'ə bərabərdir. Əkobda isə böyüyünə, bölünənə bərabərdir. Yəni 8'ə bərabərdir. Yəni bunu hesablamamış da tapa bilərsiniz. Qayda bizə bunu imkan verir ki, birbaşa yazaq. Məsələn 20 ilə 10. Əkobu 20'yə bərabərdir. İndi doğrudan da 20'yə bərabərdir. Gəlin onu yoxlayaq. Onu sadə qruplara ayırdıq. 2, 5, 5, 1. 20'ni sadə qruplara ayırdıq. 2, 10, 2, 5, 5'e 1.
Baxın 20-ni götürdük məsələn. 20-ni götürmüşük. Digərində nə var ki, bizdə yoxdur? 2 də var, 5 də var. Deməli ehtiyac yoxdur. Elə əvçöp 20-yə bərabərdir. Yəni qarşılıqlı sadə ədədlərdə əçöp onların hasilinə bərabərdir. Biri digərini böləni olduqda əçöp böyüyünə bərabərdir və ya bölünənə bərabərdir. Əçöpün tapılmasının sonunda sizin üçün bir demək bir qaydasını demək istəyirəm. Tax 12 ilə 15. Bunu shorts videolarda izah atmışam əslində. Sadəcə burada bir də demək istəyirəm. Tutaq ki, biz bu ədədlərin əçöbünü tapmaq istəyirik şifahi olaraq. Bunu tapmaq üçün kiçik bir metod var və təbii ki, bu bəzi ədədlərdə uyğundur. Bəzi ədədlərdə ola bilsin ki, zamanımızı çoxala bilər. Sadəcə bir yadınızda qalsa daha yaxşı olar. Verilmiş ədədlərdən böyüyünü götürürük 15-i. Özü qədər, deməli 15 12-yə bölünürmü? Xeyr. İkincidə 15-ə bir özü qədər artırırıq 30. 12-yə bölünürmü? Xeyr. Bir özü qədər artırırıq 45 bölünürmü? Xeyr. 60 bölünürmü? 12-yə? Bəli. Deməli, onların əçöbü 60-a bərabərdir və ya başqa bir misal deyək. Əçöb 18 neçə olsun? 15. 18 təbii ki 15-ə bölünmür. 18 36 üstə gəldikdə 36 ilə bölünmür. 54 bölünmür və 80 15-ə bölünür. Bir dəqiqə. 18 gəldikdə düz gəlmədim. 72 bölünürmü? Xeyr və 1 üstə 18-ə gəldikdə 90 bölünür.